Günahların silindiyi, qəlblərin təmizləndiyi mübarək bir Ramazan axşamında xoş gördük sizləri. Saatlar keçib gedir, günlər azalır. Hər Ramazan bizə ömrün su kimi axdığını xatırladır. Həzrət Əlinin də buyurduğu kimi, ömür bir kölgə kimidir. Uzanar, sonra yox olar. O halda hər gününü elə yaşa ki, sonda peşman olmayasan. Əsil insan zamanı israf etməyən, hər anın dəyərini bilən və onu şuurlu şəkildə dəyərləndirən insandır. Həyatın çaxları arasında itib batmamaq, zamana sahib olmaq deyil, zamanın bir hissəsinə çevrilməkdir. Sual bəlkə də belə qoyulmalıdır. Zamanı biz idarə edirik, yoxsa zaman bizi? Bugünkü verilişimizdə məhz bu mövzuya, İbnül Vaxt olmağa, yəni zamanın içində donub qalmadan onun axını ilə birgə mənalı şəkildə irəliləməyə dair düşüncələrə toxunacağıq. Ömrümüzü necə yaşamalıyıq ki, zamanın yükü altında əzilməyək, əksinə onun qanadlarında yüksələk? Gəlin, bu sualların cavablarını birlikdə axtaraq. Studiyamızın çox dəyərli qonağını təqdim etmədən öncə gözəl bir Qurani Kərim tilavəti dinləyək, ondan sonra davam edəcəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الله يصطفي من الملائكة رسلا ومن الناس إن الله سميع بصير يعلم ما بين أيديهم وما خلفهم وإلى الله ترجع الأمور يا أيها الذين آمنوا اركعوا واسجدوا واعبدوا ربكم وافعلوا الخير لعلكم تفلحون وجاهدوا في الله حق جهاده هو اجتباكم وما جعل عليكم في الدين من حرج ملة أبيكم إبراهيم هو سماكم المسلمين من قبل وفي هذا ليكون الرسول شهيدا عليكم وفي هذا ليكون الرسول شهيدا عليكم وتكونوا شهداء على الناس
فأقيموا الصلاة وآتوا الزكاة واعتصموا بالله هو مولاكم فنعم المولى ونعم النصير صدق الله مولانا العظيم. Bəli əziz izləyicilərimiz, bugün ən böyük mirasımız olan, ən böyük dəyərimiz olan zaman haqqında, zamanın əhəmiyyəti haqqında danışacağıq. Eyni zamanda İslam ədəbiyyatında İbnül Vaqt deyilir müsəlmanlar və möminlər üçün. Yəni vaxtın içində var olub, vaxtın dəyərini bilən bir insan olaraq tərənnüm olunur müsəlman və mömin insanlar. Studiyamızın da çox dəyərli qonağı, dəyərli ilahiyyatçımız Dəmirəl Bəşirovdur. Dəmirəl müəllim, xoş gördük sizi studiyamızda. Ramazan ayınız mübarək olsun. Çox təşəkkür edirik ki, öz dəyərli vaxtınızı ayırıb bizim studiyamızda belə dəyərli bir mövzunu bizimlə müzakirə etmək üçün gəlmisiniz. Çox sağ olun. Dəmirəl müəllim, qeyd etdiyimiz kimi bugünkü mövzumuz çox aktual, çox mənalı və çox da əhəmiyyətli bir mövzudur. Zaman elə bir mövzudur ki, yəni hər birimizin həyatı bir zamandan ibarətdir. Beşikdən qəbrə qədər bir ömür yaşayırıq və bu ömrün içərisində bütün xatirələr, bütün fəaliyyətlər, bütün ömrümüz, həyatımız bir zamanın içərisində tərənnüm olunur. İslam düşüncəsində, İslam ədəbiyyatında İbnül Vaqt deyilən bu termin nədir və İslam ədəbiyyatında zamana verilən əhəmiyyət nə qədərdir, nə dərəcədədir? Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselam ala Resulina Muhammedin və ala alihi və sahbihi və səllim. Eldar bəy, mən də ilk öncə sizi və dəyərli izləyicilərimizi Uca Allahın salamı ilə salamlayıram. Ramazan ayının xalqımıza, ümmət Muhammedə xeyirlərə vəsilə olmasını Cənab-ı Allahdan dua və niyaz edirəm. Ümumiyyətlə, zaman anlayışı və İbnül Vaqt termini İslam düşüncəsində çox geniş və dərin mənalara sahibdir. İbnül Vaqt zamanın, vaxtın oğlu deməkdir. İslam alimləri İbnül Vaqt deyərkən insanın içərisində olduğu vaxtda edilməsi ən xeyirli olan işlə məşğul olmasını, o vaxt içərisində ondan istənən vəzifəni layiqincə yerinə gətirilməsi gərəkdiyi mənasını qəsd edirlər. Deyirlər ki, dərvişin dərdi və düşüncəsi keçmiş və ya gələcək zaman deyildir. Onun dərdi içərisində olduğu vaxtdır. Bunun üçün keçmiş zamana aid olub əldən çıxan işlərlə məşğul olmaq, ikinci bir vaxtı da zay etmək, əldən çıxarmaq mənasına gəlir. Örnək olaraq misal verəcək olarıqsa, bir insan namaz vaxtı girdiyi zaman önəmli olmayan başqa bir işlə məşğul olarsa, o vaxtın ən xeyirli əməlini gecikdirmiş olduğu üçün o vaxtı zay etmiş sayılar, əldən çıxarmış sayılar. Bu səbəblə hədis şəriflərdə də vaxta və zamana görə fərqli-fərqli əməllərin ən xeyirli olduğu vurğulanmışdır, bildirilmişdir. Bəzi hədis şəriflərdə ən xeyirli əməlin vaxtında qılınan namaz olduğu bildirilir. Yenə başqa bir zaman ən xeyirli əməlin ana-ata yaxşılıq etmək olduğu ifadə edilməkdədir hədis şəriflərdə. Bütün bunlar bizə göstərir ki, insan öz zamanını o içərisində olduğu zaman daxilində hansı vəzifəni görməsi gərəkdiyini, hansı işin daha xeyirli olduğunu şuurlu bir şəkildə idrak edərək düzgün şəkildə dəyərləndirməsi lazımdır.
Hətta böyük İslam alimlərindən, haqq dostlarından Əbu Səid Harraz Həzrətləri buyurur ki, əziz və qiymətli olan vaxtını ən dəyərli, ən qiymətli olan şeylərlə məşğul et. Ondan başqa işlərlə o vaxtını zayi etmə buyurur. Həqiqətən də bu çox önəmli bir məsələdir. Yenə başqa bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm buyurur ki, mənimlə Allah arasında elə bir vaxt vardır ki, o vaxt içərisində mənimlə birlikdə nə müqərrəb bir mələk, nə də mürsəl bir nəbi bizim o vaxt arasına sığmaz. Yəni, Allahın ən sevdiyi, ən qiymət və dəyər verdiyi varlıqlar belə o vaxt içərisində mən onları düşünmərəm. Mənim fikrimi onlar məşğul etməz. Çünki o vaxt içərisinə bir mən, bir də Allah sığar, başqası sığmaz deyir. Bu mənada vaxt, zaman qavramı çox önəmlidir. Hətta mutasavvıflar, İslam mənəviyyat öndərləri deyirlər ki, yəni vaxta yenə başqa bir prizmadan yanaşaraq vaxtı hal cəhətindən ələ alırlar və deyirlər ki, vaxt əslində insanın içərisində olduğu haldır. Yəni, biz zehin və qəlb olaraq düşüncəmiz, qəlbimizdəki o halımız dünyəvi işlərlə məşğuldursa, o zaman bizim vaxtımız dünyadır. Yenə zehnimiz və qəlbimiz axirətdədirsə, bizim vaxtımız axirətdir. Eyni şəkildə sevincli isək, vaxtımız sevincdir. Hüzünlü isək, vaxtımız hüzündür deyə ifadə edirlər. Yenə bu indiki vaxtda Ramazan şərifin içərisindəyik, müqəddəs bir aydayıq. Bu ayın içərisində xüsusən edilməsi ən xeyirli, daha savablı olan əməllər ki var, bunları etməyə cəhd göstərmək lazımdır və bunlarla daha çox məşğul olmaq lazımdır. Elə düşünürəm ki, bu ayın, bu zamanın, vaxtın ən xeyirli əməlləri də Quran oxumaq, zikirlə məşğul olmaq, təravih namazlarını cəmaatla qılmaq, cəmaatla namaza davam etmək. Bunlar elə düşünürəm ki, bu ayın edilməsi gərəkli olan gözəl və ən xeyirli əməllərindəndir. Cəmil müəllim, İslam mütəfəkkirləri deyir ki, Ramazan ayı Həzrəti Yusif kimidir. Həzrəti Yusif atası Yaqub aleyhissalama nə qədər sevimli idisə digər qardaşlarından, Ramazan ayda uca Rəbbimizə o qədər çox sevimli bir aydır. Çünki digər aylardan daha fəzilətlidir, daha sevimlidir. Eyni zamanda Ramazan ayı bir zamandır. Ya 29 gün, ya 30 gün. Bu zaman içərisində həyatımız nizama düşür. Həyatımız müəyyən bir qəliblərə oturlanır və il boyu bu davranışlar davam edir. Ramazan ayından öncə olsun və ya Ramazan ayının içərisində əvvəl də qeyd etdiyimiz kimi zaman mı insanı idarə edir, yoxsa biz mi zamanı idarə edirik? Bu mənada Quran-ı Kərimdə də kifayət qədər zamana, günəşə, aya, yəni bu zamanla əlaqəli məhfumlara and içilir, qəsəm edilir. Yəni zamanın insan həyatında nə qədər əhəmiyyətli olduğuna diqqət çəkilir. Bu mənada İslam mütəfəkkirlərinin, İslam düşüncə insanlarının zamanın necə keçirilməsi ilə bağlı, zamanın əhəmiyyəti ilə bağlı fikirləri və görüşləri nələrdən ibarətdir? Bəli, Eldar müəllim, həqiqətən də zaman məsələsi, zaman mı bizi idarə edir, yoxsa biz zamanı axşı içərisində işlərimizi necə tənzimləməliyik, vaxtı idarə edə bilərikmi? Çox önəmli bir məsələdir. Bu mənada çox vəciz bir deyim var, ifadə var. Ərəbcə ifadədir. Bu şəkildə deyilir. Əl-vəqtu kəs-seyf in ləm təqtəhu qata'əkə. Bu deməkdir, yəni vaxt qılınc kimidir. Əgər sən onu kəsməzsən, o səni kəsər. Yəni, sonra edərəm demən surəti ilə vaxt səni kəsəcəyinə, vaxtı xeyir əməllərlə sən kəs.
deməkdir əslində. Bu baxımdan vaxtı çox səmərəli dəyərləndirmək lazımdır, vaxtı çox gözəl keçirmək lazımdır. Həqiqətən də biz nemətlərlə çevrili bir həyatda yaşayırıq. Yenə Allah Teala ayət-i kərimədə buyurur: "Estaizu billah və in ta'uddu ni'metallahi la tuhsuha." Əgər Allahın nemətlərini saymağa çalışsanız, onu sayıb bitirə bilməzsiniz. Allah Teala'nın bizə verdiyi ən böyük nemət də elə düşünürəm ki, vaxt, zaman nemətidir. Yenə bu mənada bir hədis şərifdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, iki nemət vardır ki, insanların əksəriyyəti bu nemətləri dəyərləndirmək mövzusunda aldanmışdır. Nədir? Bunlar birincisi sağlamlıqdır, ikincisi də zaman nemətidir. Həqiqətən də insan bəzən düşünür ki, bizim əlimizdə çox dəyərli bir qızıl kimi bir mal olsa, insan onu milli qramına qədər sahiblənər, deyilmi? Eyni şəkildə o milli qramına qədər israf etməməyə çalışır insan o malı, o qızılı. Hətta onu alan da, satan da ən dəqiq tərəzilərdə çəkərlər. Eyni şəkildə zaman da insana bəxş edilmiş çox böyük bir nemətdir. Ona görə də onun hər gününü, saatını, dəqiqəsini dəyərli işlərlə keçirmək lazımdır, israf etməmək lazımdır. Bu baxımdan İslam böyükləri deyirlər ki, ən böyük israf zamandan və ömürdən edilən israfdır. Yəni, həyat bizə bir dəfə verilmiş olan bir şansdır, bir nemətdir. Bunu gözəl əməllərlə, salih əməllərlə dəyərləndirmək lazımdır. Elə düşünürük. Bəli, Quran-ı Kərimdə Allah-u Teala israf edənləri Allah sevməz deyə buyurur. İsraf sadəcə maddi nemətlər deyil, eyni zamanda zaman da, ömür də israf olunur əksər hallarda. Bəs İslam düşüncəsində bu israfa yol verməmək üçün hansı prinsiplərə diqqət edilməsi lazımdır? Bir insan yaşayır, gəncdir və ya orta yaşdır və ya yaşlı bir insandır. Səhər oyanır və bunun ömrünü maksimum faydalılıq əmsalına uyğun olaraq yaşaması üçün, onu maksimum dəyərli etmək üçün, zamanını israf etməməsi üçün hansı prinsiplərə diqqət etməsi lazımdır? Bununla bağlı Quran-ı Kərimin tövsiyələri, Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyələri və böyük İslam mütəfəkkirlərinin tövsiyələri nələrdən ibarətdir? Zamanı ən dəyərli işlərdə istifadə etmək şərtdir təbii ki. Çünki həyatda bilirik ki, eyni anda bir çox işi biz icra edə bilərik. Yəni, bunları da təbii ki, ən əhəmiyyətli olanına görə, ən əhəmiyyətli olanını önə alıb, sonra dərəcəsinə görə sıralamaq lazımdır. Bu, elə düşünürəm ki, zamanı israf etməmək üçün çox mühüm bir düsturdur. Həqiqətən də zaman məsələsində Cənab Allah da ayə-i kərimədə buyurur, Əsr surəsində, insan xüsran içərisindədir. Əsrə, zamana and içərək insanın xüsran içərisində, ziyan içərisində olduğu bildirilir. Sadəcə iman edib salih əməl işləyənlərin bundan xaric tutulduğu ifadə edilir. Eyni şəkildə hədis şəriflərdə də Allah Resulü sallallahu aleyhi və səlləm bizə bəzi nemətlərin vaxtında dəyərləndirilməsi gərəkdiyini vurğulayır. Bir hədis şərifdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qocalmadan öncə gəncliyin qiymətini bilmək lazımdır. Xəstəlikdən öncə sağlamlığın qiymətini, dəyərini bilmək lazımdır. Kasıblıqdan öncə zənginliyin, boş zamandan, məşğul zamandan öncə boş zamanın dəyərini bilmək lazımdır. Ölümdən öncə də həyatın qiymətini, dəyərini bilmək lazımdır. Bu kimi hədis şəriflər də bizə zamanı düzgün bir şəkildə idarə etməmiz gərəkdiyini bildirir, göstərir. Yenə bu mənada başqa bir hədis şərifdə də buyurulur ki, dünya arxasını çevirib gedir, axirət isə bizə sarı gəlir. Hər ikisinin övladları vardır. Siz axirətin övladı olun, dünyanın övladı olmayın deyir. Çünki bugün əməl var, hesab yoxdur.
sabah isə axirətdə hesab var, ancaq əməl yoxdur. Yenə böyük arif insanlar deyirlər ki, həyatını, zamanını elə bir şəkildə yaşa ki, sabah öləcəksən deyilsə, proqramında hər hansı bir dəyişiklik etmə ehtiyacı hiss etməyəsən. Bu mənada zamanı doğru dəyərləndirmək çox mühümdür və eyni zamanda burada çox önəmli bir düstur, prinsip daha var ki, bunu da yenə Allah Teala bizə İnşirah surəsində bildirir. Estəğfirullah billah və izə fərağtə fənsab. Əgər bir işi bitirdinsə, həmən ardından başqa bir işi görməyə başla deyir. Bu elə düşünürük ki, zamanı doğru bir şəkildə dəyərləndirmək üçün çox mühüm bir xəbərdarlıqdır. İnsan övladı keçmişin həsrəti ilə, gələcəyin də narahatlığı ilə yaşayıb, hal-hazırdakı zamanın qədrini bilməyib onu itirən bir varlıqdır deyirlər. İnsan davamlı olaraq keçmiş haqqında düşünər. İnsan davamlı olaraq gələcəyindən narahat olar və gələcək haqqında düşünər. Anını və zamanını məhv edər. Bu düşüncə tərzi, davamlı keçmişdə qalmaq və davamlı gələcəyi düşünmə tərzi bizim İslam ədəbiyyatında olan o İbnül Vaqt olmağımıza necə mane olur? Bəli, keçmişə aid işlərlə məşğul olmaq, keçmişdəki hadisələrə bağlanıb qalmaq bu İslam nöqteyi nəzərindən də çox xoş bir hal deyil. Niyə? Çünki insan keçmişdəki hadisələrə bağlanıb qaldığı zaman, keçmişdəki bəlkə mənfilikləri davamlı xatırladığı zaman bu insanın həm ruhən, həm psixoloji olaraq yorğunluq keçirməsinə səbəb olur, yorulmasına səbəb olur. Bu da eyni zamanda mövcud içərisində olduğu vaxtı da səmərəsiz keçirməsinə səbəb olur. Yəni səmərəli keçirməsinə də mane olur. Eyni şəkildə gələcək təlaşı da, yəni burada təbii ki, gələcək təlaşından qəsd etdiyimiz davamlı gələcəyə yönəlik bir çeşid, yəni dünyəvi planlar qurmaq, etmək, buna İslam literaturunda tul-i əməl deyirlər. Yəni uzun planlar qurmaq, gərəksiz planlar qurmaq, bunlar insanın mövcud zamanını İbnül Vaqt olmasına mane olan işlərdir, hallardır ki, bu da İslam nöqteyi nəzərindən xoş qarşılanan bir şey deyil. Son dövrlər, müasir dövr daha çox sürət dövrü adlanır. Vaxtımızın, zamanımızın daha çox xərclənməsi, sərf edilməsi üçün ətrafımızda kifayət qədər vasitələr var. Bunun sosial şəbəkələr, internet dünyası və rəngarəng ətrafımızdakı həyat zamanımızın daha sürətli keçməsinə səbəb olur. Hətta deyərdim ki, illər aylar kimi, aylar həftələr kimi, həftələr günlər, günlər saatlar kimi, saatlar dəqiqələr kimi keçir. Hətta dost-tanışla da danışanda sanki səhər açılır, axşam olur, axşam olur, səhər olur. Yəni, bəlkə də 2 il öncə görülən işi 2 gün öncə kimi xatırlayır insan. Son müasir dövrdə bir müsəlman şəxsiyyəti, bir müsəlman gənci və yaxud da bir müsəlman müasir dövrün bu sürət təlaşı içərisində zamanını necə dəyərləndirməlidir və İbnül Vaqt olmaq üçün nələrə diqqət etməlidir? Müasir dönəmdə texnologiya və sürətli həyat tərzi həqiqətən də bizim zaman anlayışımızı, qavrayışımızı köklü bir şəkildə dəyişdiribdir. Bəlkə də daha əvvəlki zamanlarda həyat daha sakit keçirdi, təbii axışında keçirdi. Amma dediyiniz kimi bu gün hər kəs 2 nəfər bir araya gəldiyində zamanın çox sürətli bir şəkildə keçdiyindən şikayətlənir. Bu təbii ki, hədis şəriflərdə də bu mənada buna işarət edən ifadələr vardır. Bu əslində hədis şəriflərdə biraz daha qiyamətin yaxınlaşması ilə əlaqəli izah olunur. Bir hədisdə buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm zaman yaxınlaşmadan qiyamət qopmaz. Zamanın yaxınlaşması bu şəkildə olacaq deyir. Bir il, bir ay kimi keçəcək. Bir ay, bir həftə kimi, bir həftə, bir saat kimi, bir gün kimi, bir gündə bir saat kimi keçəcək. Bir saat isə bir saman alovu kimi və ya kibritin
yanıb bitməsi kimi qısa olacaq deyir. Həqiqətən də bu dövrdə elə düşünürəm ki, texnologiyanın, internetin, telefonun, kompüterin olduğu bir dövrdə elə düşünürəm ki, biraz da bunlarla aramıza bir məsafə qoymağımız lazımdır. Xüsusən də gənclər arasında artıq qaynayıb qarışma, ailələrdə bir-biri ilə ünsiyyət, qohum-əqraba ziyarətləri, bunlar biraz azalıb. Bunların səbəbi də təbii ki, daha çox internet bağlılığı, telefona bağlılıq, texnologiya ilə çox haşır-nəşir olmaq dayanır. Elə düşünürəm ki, biraz daha sürətimizi azaltmağımız lazımdır bu mənada. Əgər bunlarla aramıza bir məsafə qoymağa çalışırıqsa, o zaman elə düşünürəm ki, bu bizim daha ibnül vaxt olaraq yaşamağımıza, bu çərçivə içərisində həyat sürməyimizə yardımcı olar. Çox təşəkkür edirik Dəmirəl müəllim. Bu Ramazan ayı da bizə verilmiş bir fürsətdir ömrümüzdə. Ən yaxşı zamanlardan, ən yaxşı anlardan biridir. Hər bir müsəlman üçün verilən bir fürsətdir ki, burada zaman anlayışı, bu zamanın qədir qiyməti Ramazan ayında daha çox hiss edilir. Çünki sahurdan etibarən artıq insan o zamanın qədrini bilməyə başlayır. Sahura qalxırsan, ondan sonraki öz işin, gücün, ən sonunda da həsrətlə bir iftar zamanını gözləyirsən. Ondan sonra təravihlər və birlik, bərabərlik. Bu zaman içərisində sizin də qeyd etdiyiniz kimi İbnül Vaxtın üzərinə düşən bütün vəzifələr, o vaxtın övladının üzərinə düşən bütün vəzifələr vaxtını maksimum faydalı keçirməyə fokuslanır Ramazan ayında. Allah hər birimizə bu Ramazanda da zamanımızı ən yaxşı şəkildə dəyərləndirən, onun içərisində ən dəyərli əməlləri edən, dualarını, ibadətlərini, oruclarını kamil tutan bəndələrindən etsin hər birimizi. Fürsətdən istifadə edib bir daha bura gəldiyinizə görə, öz dəyərli fikirlərinizi bizimlə və dəyərli izləyicilərimizlə bölüşdüyünüzə görə öz təşəkkürümüzü bildiririk. Belə gözəl proqramı təşkil etdiyiniz üçün çox təşəkkür edirik. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Bugün biz zaman və onun əhəmiyyəti haqqında danışdıq. Son olaraq, deyirlər ki, bir qoca müdrik bir gün öz tələbəsinə belə deyir: sənə dünya üzərindəki ən qiymətli xəzinəni verəcəyəm. Tələbəsi həyəcanla soruşur: o nədir ki elə ustad? Müdrik qoca gülümsüyüb cavab verir: zamandır övladım, zaman. Çünki onu nə satın almaq, nə geri qaytarmaq, nə də saxlayıb qorumaq mümkündür. Həqiqətən də zaman insanın sahib olduğu ən qiymətli, lakin ən səssizcə əlindən çıxan bir sərvətdir. Bəzən düşünürük ki, zaman bizə xidmət edir, amma əslində biz zamanın hökmü altındayıq. Onu düzgün istifadə edən insan həyatın əsl mənasını dərk edir. Dəyərləndirməyən isə peşmanlıq girdabında itib batır. Həzrət Əlinin də dediyi kimi, zaman iki qılınc kimidir. Biri sənin əlinə düşər, digəri isə səni doğramağa çalışar. Seçim isə sənin əlindədir. Ya zamana hökm edib hakim olacaqsan, ya da ki, zamanın qarşısında məğlub olub acizliyə məhkum olacaqsan. Zamanın dəyərini bilən insan hər gününü mənalı edər. Hər anını hədər vermədən yaşayar. Çünki həyat təkcə nəfəs alıb vermək deyil, yaşanan anlara ruh qata bilməkdir. Zamanın dalğasında yox olanlardan deyil, onun içində bir iz buraxanlardan olmaq ümidi ilə. Sağ olun, sağlıqla qalın. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber.
أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدًا رسول الله أشهد أن محمدًا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله آمين اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت سيدنا محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة العالية وابعثه مقاما محمودا الذي وعدته حلت له شفاعة يوم القيامة إنك لا تخلف الميعاد برحمتك يا أرحم الراحمين اللهم لك سمنا وبك آمنا وعليك توكلنا وعلى رزقك أفترنا Ey Allah'ım senin rızan için oruç tuttuk, sana inandık, sana güvendik, senin verdiğin ruzi ile orucumuzu açtık. Bizim keçmiş ve gələcək günahlarımızı bağışla. Amin. Velhamdülillahi Rabbil alemin.